Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdəyik. Bir də xatırladaq, 10 yaşlardan ibarət Respublika çempionatı. Məhz bu görüşdə Ulduz Rofum komandaları üz-üzədir. Fasilə Ulduz komandası 1-0 hesabla, minimal hesabla öndə yollandı Rofum önündə. Fasilə edilən məşvərət, söhbət necə təsir edəcək? İkincisi də bizi nə gözləyir? Qalib tərəf kim olacaq? Bir də sürüşkən hesabda fərq minimumda olduğu üçün bunu qeyd edirəm. Meydandakı yeganə qolun sahibi Əhmədli standart vəziyyətdən fərqləməyə bacarmışdı. İkisinin son dəqiqələrində qol izlədik. Bunu yer gəlmişdən xatırlatmasını edək. Abdullah Əhmədov, Yunis ötürməsini verməyə bacardı. Ali Mahmudov, Barzənin qalib tərəfidir. Rəvan. Abdullah Əhmədov, Raul Əliyev, Raul alda cəmlələr, Əhmədli Əhməd onun qarşısını kəsir. Raulun itirdiyi topu yenidən qazanmaq istəyirdi. Hüseyin Yaxatına top oyuna daxil edəcək Rofum adına. Raul ötürmə gözləyirdi, zərbə imkanı vermədilər. Əhmədli Əhməd müdafiədən çıxardı, əksəmlə də ola bilər. Yunis Əliyev sürətlə irəlilədi. Yunis zərbə lazımdır. Müdafiəçidən geri qayıdır. Cinal doğru ötürmə. Yunis gözlətmədən. Yunis Əliyev təhlükələmləydi. Asfəklə dirən yana top meydan tərk edir. Hər kəs İzral'la fərq eləməz. Yunis'dən qol gözləyir. Bildirəm ki, özünü doğruldacaq. Ramiz müəllim, çox sağ olun, minnətdarım. Qapıdan zərbə. Abdullah Əhmədov. Yunis. Top meydanda saxlama mümkün olmur. Yaman düş, Elişka düş. Korner olmalıdır. Ramiz müəllim, çox sağ olun, minnətdarım, var olun. Gözəl həmkarımı salamlayıram, Ramiz Mirzəzadənim. Bravo, oyuncu, bravo. Qapı qarşısını ötürmək istəyib. Bir daha xatırladaq. Judo Federasiyası Neftçi-Baza 10 yaşlardan ibarət Respublika çempionatı. 10 liqası məhz bu görüşdə Ulduz və Rofum komandaları üz-üzədir. Ulduzun minimal hesablı üstünlüyü var. Rofum öndə meydandakı yeganə qolun sahibi isə Əhmədli Əhməddir. Rofum adına bir əmlə izləyirik. İndirilən zərbə, qapçı yaxın gözünü bağladı. Rəvan topu uzaqlaşdırdı. Sizin şanslı Yunis. Cəhd şəkildə rəqibin üzərinə şığıyır, amma qapçı burada çıxışı düzgün oynadı. İşraf eləmə, yaxşı. Rəfiq Rasim bir qədər əvvəl xilaskar rolunu oynamağa bacarmışdı. Baloğlu Nicotun əvəzinə ikincisi də qapını qoruyur. Qapçı əvəz etməsi izləmişik Ulduz adına. Yusuf Qasımlı. Şallah da rəqibinə Yusuf. Ali Mahmudov. Yaxşı zərbələri var amma. Təhlükələnməydi. Top qapıdan yan keçir. Değildi. Səfərli. İstiqamət olaraq. Şöyle top. Arralıdır. Yusuf! 10 yaşlardan ibarət Respublika çempionatı, 10 liqası. Topu atın da. Rasim Rəfiyev.
Ekranımızı beğenin, zəhmət olmazsa beğeni paylaşaq. Beğenen aşağıda da görürəm, digərləri də qatılsın bu beğeniyə. Yunis. Bir qədər mərkəzə çəkildi. Yunis halda cəmlələr. Yunis uzaq məsafədən zərbə. Yunus Kəbrə. Onlarda liderin keyfiyyətini ortaya qoymalıdır. Sen Səfərini. Cinə doğru ötürmə. Ne oldu? Topsuz müdaxilə, amma çin-çinə. Arxadan deyil, düzənimcə. Standart vəziyyətdə Raul yenə itirəcək. Raul Əliyev. Roxumun 9 nömrəli oyuncusu 2 nəfərdən ibarət canlı səhədi var. Onlara deməli yox. Başla. İşarə gəldi. Raul qapıya doğru. Atom bombası. Patladı. Real Zermət. Treyin altına. Çox baxımlı bir qol izlədik. Həqiqətən də vurğulamaq lazımdır. Raul Əliyev hesabı bərabərləşdirir. Standart vəziyyəti qola çevirdi. 1-1. Kartlar yenidən paylanacaq meydanda. Ulduz 1, Rofun 1. Gel topa, bravo. İslam Adra kime? Hüseyin Uğur bitirme. Hesap beraber Yıldız bir. Sol ayağı. Asman Zeynəv. Rofun bir. Korner olmalıdır, bəli. Referendi üçdən zərbəni işarə edir. Kornerin yerindən yenə ektirməsini istəyir ədalət təmsilçisi. İtirmə ilə başladılar. Əhməd, qüvvətli zərbə. Teresme, gözle koy geçsinler yerlerde. Rasim Rəfiyev. Top əlindən buraxdı Abdullah Əhmədov. Cahangir Cəfərli mərkəzi doğru Ali Mahmudov. Sağ ol. İtirdi topu. Götürme lazımdır. Pas. Əhməd daha yaxındır. Meydanı tercih edir. Afetten. Etməli. Top oynadı. Etməli. 6 yerinə yetiriləcək. Bərpa olundu Rasim Rəfiyev. Uzaqlaşdırmaq lazımdır. Gol qeydə alınmır. Rasim! Hakim Samir! Rasim! Qarşı qayda pozulmuşdu cərimə müddəti daxilində. Qapçı toxunulmazdı. Rasim Rəfiyev vəzirləndi. Balıqlar Nicat yenidən qapıya daxil oldu. Abdullah Əhmədov rəqbinə sıyrıldı. Abdullah rəqbini yola saldı. Əhmədov Cina Boncarələ də Cahangiri düşünə bilərdi. Hərkəzə çəkildi. Toz səmtini dəyişdirib. Abdullah Əhmədov. İsə qapçıya hədiyyə oldu sanki. İsəli qazanan top. Abdullah pas oyna. Altı yerinə yedirilir. Əhməd. Ahıra kimi Ferit. Ali Mahmudov. Hüseyin oyuncu bitirmez. Asman. Dikkatli ol. Asman Zeynov. Qapı qarşısına parlı ötürmə. Cahangir Cəfərli. Asmanla bir akrobatik zərbə. Cəhd etdi amma alınmır. Ulduz kollektivi yenidən hesabda önə keçmək üçün həmlələr edir. Bir tərəfdə Əhməd, digər tərəfdə Raul Əliyev. Qolların müəllifləri oldular. 1-1'li bərabərlik var. 10 liqasında Ulduz və Rofum oyununda. Hansı ki, maraqlı görüşlərindən biridir bu görüş. Başa-baş oyunun şahidik. O da hesabda da özünü göstərir. Alt yerinə yetirilməlidir. Düşsün. Ferit sen kal. 1-1'de qarşılaşmada bərabərlik var. Bir ara ötürməsi Rəvan Əmidzadə. Rəvan. Bravo.
Bravo Kamil. Baloqlanın Nicat. Aşka papresi. Əhməd. Revan. Qapı qarşısına asma ola bilər. Cahangir ötürmək özürdü orada. Revan bir rəqibini yola saldı. Ali Mahmudov. Ali tirəyə dəydi. Ali Mahmudov. Uzaq küncü nişan aldı. Bravo dala. Hamza ora gir. Ara bakışa. Direkt topun torları olmasına imkan vermir. İçeri düş kafamında o gitti. Amala Ayşa. İçeri düş içeri. Abdullah. Çık üstüne Ferit. Bırak. Ahmet. Abdullah. Judo Federasiyasında məhz Neftçi bazada 10 yaşlardan ibarət Respublika çempionatı, o 10 liqası Ulduz və Rofum komandaları üzrə görüşdə də 1-1'lik bərabərlik var. Abdullah Əhmədov, Revan Əmitzadə, Revan, Osman oynadı, Osman Hüseynov. İki nəfər birgə şığır onun üzərinə, Osman rəqiblərini yola saldı. O topu meydanda saxlamaq mümkün olmur. Artıq qeyd etmək olar ki, ikinci səndə yarılamışıq. Qalan dəqiqələr ərzində hesabda bir dəyişiklik olacaqmı? Osman aldatdı rəqibini. Osman! Əskimə imkan vermədilər. Rəqibi müdafiə bir qədər həbs edib. Ulus oyuncuları müdafiədən çıxarmaq istəmir Rofumu. Cina doğru Cahangir. Senin mübarizə aparırdı. Revan. Abdullah Əhmədov. Raul Əliyev qazandı. Raul. Ali Mahmudov, Cahangir Cəfərli. Bir qədər tələsirlər. Meydanı tərk etmişdi artıq. Out yerinə yetirilməlidir. Referinin gözündən yayılmır. Ahmet üst sola. Erişte düş ortaya. Yunus sağa, Yunus sola. Sağa. Topu koy, Yunus gel. Tatanda xəttdən arxaya salsın, yaxşı. Çox keçmiş. Yunis, Əhməd. Tez oyna. Gözü gəzir komandalaşlarına ötürməsi. Osman'dan öncə müdaxilə gəldi. Tamam, pas ver. İçeri sabır Allah'a. Bəli, 10 liqası Ulduz və Rofum. Görüşlü hesabda da 1-1'lik bərabərlik var. Hamza oyuncuya bak. Bir daha da xatırladaq. İndirilən zərbə top qapıdan aralı keçir. Top qapıya istiqamətlənsə belə zənnimcə İzzat bu zərbəni dəf etməyə nail olacaqdı. Versinler de. Gel top koy, şöyle. Haki. Yoldaş Haki. Onlara direkt top koysun bravo ha. İki tane top var orada oynuyorlar. Əhməd. Gel olsun. Bravo. Osman Hüseynov. Yabana Ferit. Cahangir qarşılıqlı mübarizəsizliyi zərbə imkan verilmədi. Uzaqlaşdırmaq lazımdır. Yunis Əliyev. Yunis. Verir. Çıkartacağım sen söyle. Sürüş sen sürüş. Aka. Düş Hamza. Aha. Düş ortaya düş Hamza. Ortaya gir ortaya. Ortaya. Gir ortaya. Bizim. Referi bildirir ki Sabir bilir. top Ulduz oyuncusuna meydanı tərk etkilir bəs tam əksi. Ulduz yaxədə top hərəkətli qazandırmalıdır. Yoldaş Haki. Bunları nəzərə. Görüşün əsas vaxtında son 10 dəqiqə, amma itirilən vaxt kifayət qədər vaxt var. İtirilən vaxt kifayət qədərdir. Bunu kompensasiya bərpa edəcəkmi referi? Gel yerine sen. Geçti varsa girişi de kaldı. Arkaya! Görmüyor musun?
Yonis, daha doğrusu Revan idi bu. Osman Hüseynov. Aldız Cəmlə Osman. Yerdə qaldı, qayda pozulub. Rəhmətli Əhməd standart vəziyyəti yerinə yetirəcək. Məsis komandası adından yeganə qolun müəllifidir Əhmədli Əhməd. Aferin sen kadar diyor. Görüşdə bir-birlik bərabərlik var. Tilsim o qırmışdı. Bu standart vəziyyətdə qola çevirə biləcəkmi? İşarə gəldi Əhməd Əhməd. Qapıya doğru. Səfər alınmadı. Az vuracağım altı. Sami, bir tane Hüseyin'den başla Hüseyin. Gel oradan atsın gol. He. Ola. He. İslam Bey yaptı. Osman, bir dəqiqə səni çıxardım. Bir dəqiqə. Oyun oyna. Təsvir müdaxilə, korner. Yeganlərimiz xoş gördük, bir daha xatırladaq. Neftçi bazada Judo Federasiyasında 10 liqası 10 yaşlardan ibarət Respublika çempionatı bu görüşdə Rofun və Ulduz komandaları üz-üzədir. Görüşdə bir-birlik bərabəri var. Bir tərəfdə Əhməd fərqlənib. Məhz Ulduz adına Tilsim qırmışdı, qapının kilidini açmışdı. Hərçənd ki, görüşdə Məsəl qolun müəllifi olmuşdu. Digər tərəfdə isə Raul Elev standart vəziyyəti qola çevirdi. Osman Deqalın doğru ötürməsi yaxşı alanda. Yonis zərbə! Yonis Əliyev Topu çatla tabii. tamamlaya bilmir. Hüseyin bir tane de onu eli. Hesabdan keçməyə Bir tane de onu eli. çox yaxınlaşmışdı. Gerisi geçiyor. Yolda Şakir'e. Təzə ceza metoddur bu. Sami biraz bakıyor geldi. Sen büyük de burada görersen. Ferit oyna. Osman Давай, давай, iyle. Gel Hüseyin ya. Sayma. Harun. Gol sizin, gol sizin. Başla. Əhməd tez. Düş. Cina doğru ötürmə. Reval Geç Çaka, geç. Onlardan çıkın Çaka. Geç üstü. Geç üstüne. Gel topa gel. Ali Mahmudov. Yonis'e doğru Yonis. Uzandı. Keçid yoxdur, korner. Yavaş-yavaş görüşün sonlarına yaxınlaşırıq. Təxmin olaraq 6 dəqiqə yaxın bir müddət qalıb. Bir qədər də kompensasiya nəzərə alsaq, 7 dəqiqə mübarizə davam edə bilər. Osman Hüseynov yüksəlmişdi, akrobatik zərbə indirmək istəyirdi, alınmadı. Reval Ferit sık stop eleme. Cahangir Cəfərli kapitan Osman. Yenə Cahangiri düşündü, alamadı. Eksim şansı ola bilər Rofum adına. Əhməd rəqibini qabaqladı, onun qarşısını kəsir. Tez oyna, koyma çıksın. Əyrələn dəqiqə qarşılaşma bir o qədər də temp qatır. İslam biraz kabağa gel. Görüşün talihini zənimizə bir qol həll edəcək. Oyna. Orada yaxın məsafədən zərbə Osmanın üzünə dəymişdi. Refer qarşılaşmanı saxladı. Hüseyin onun üzünə dəydi. Necə yaxşıdır. Sərbəst atışlı oyun bərpa olunmalıdır. Gözle. Hüseyin. Bütün 20 metre. Bak iyice. Al yakınlaş artık. Əhməd. Əhməd. Raul 2 nəfərin ötəsindən topu çıxardı. Önümüzde bak. Korner. Üçüncü arasında. Üzərləsi. Rofum adına duran top şansı standart vəziyyət. Cərmi meydan səsində vərdində də kifayət qədər Rofumlu oyuncu var. Müdafiəçilər də mövqe olaraq artıq öz yerlərini tutublar. Gel Yunus topa çek. Gel Yunus. Niye kaçırsan bebe? İçəri qazanan top Nicat yerində də Balıqlanov Nicat. Yunus. Diaqala doğru ötürmə vermək istəyirdi. Her şey. Yonis.
Ayfen kaydana bak. Ali Mahmudov. Hepsi samalı da. Əhməd də Əhməd. Bir rəqəm Elaz saldı Əhməd. Şükra. Göz obre. Şey. Yanaşma. Cedenle bak onu. Son 12 girme. Bravo. Hüseyin riski getmədən top meydandan çıxardı, rəqibin gəldiyini görürdü. Ali Mahmudov. Osman Hüseynov Yunusə doğru çevirmək istədi. Get Hamza. Allah'ım. Cina dəyişilib. Rəfan. Cangir, Ali Mahmudov, Osman Hüseynov. Osman aldı cəmlə. Osman! Hüseynov və gol! Osman Hüseynov. Osman Hüseynov bize sedir ve Bravo. Sorgun basın. sana öz şəkürümüzü bildiririk. Dikkat mərkəzində 2-1 oldu. Girib. alıyor. Doğrusu hesabda öne keçməyi bacardılar. Yerdən çıxan bək değildi. Hesabı da məhz Ulduz kollektivi açmışdı. Cavab qolunu Rofundan gördü. İndi yenidən Ulduz komandası öne keçməyi bacarır. Ulduz 2, Rofun 1. Baba böyle. Artıq görüşün də bitməsinə az qalıb. Təxmin olaraq 3 dəqiqə yarım vaxt qalıb. Görüşün bitməsinə görə qalan dəqiqələr ərzində Pas. Abdullah. qol gələcəkmi? Abdullah Əhmədov, ötürmə isə Osman. Topu yenidən Abdullah'a qaytardı burada. Yunus gördünüz pas oynayandan oldu Osman. Gece. Bende pas geldi. 10 liqasında Ulduz 2, Rofun 1. Yunus kilo ortaya. Yunus kilo ortaya biraz. Kilo ortaya. Biraz da. Geridən, yerindən yenilətilməsini istədi referi. Altun. Pas. Maçısı. Osman dur. Yaman gol çiçeği. Aferin! Osman. Osman dur. Davay artık ya. İslam. Hemşe. Əhməd Əhməd. Ne qədər riskli davrandı. Ahmet. Kilinledi. Qapıdan zərbə. Mecnun atırsan. Rəvan Cina doğru. Abdullah Əhmədov. Top meydanı tərk etmişdi. Artur Rofumun. Komandasının aldı top. Şey biraz oraya yakın gel. Sağına kadar. Rahmetlendirdi yəqin ki. Sonlarına Ha İslam gel. Oyna Ferit. Gel Osman gel. Osman Hüseynov. Gel Yunus da var. Çekeceksin sola. Bravo. Yonis oynadı. Yonis Əliyev. Yonis. Ali gözləmirdi bu ötürməni Mahmudov. Gel olsun, telaşma, gel olsun. Əhməd Əhməd çox girdik yerində bir müdaxilə Aliyev. Vur Osman. Yonis Əliyev. Olsun ki ortaya. Ortada kal. Osman. Bak. Osman dur. Bir qədər xəsis davrandı Osman Hüseynov. Məhz Yonis bir qədər mərkəzə çəkilmişdi, ötürmə gözləyirdi. Hamza gel. Telaşma Hamza. Ahmet şimdi gel. Osman ştraf eleme. Yunus. Gel. Bırak gel. Allah'ım. Bravo. Yonis. Gel de pas. Osman. Bravo. Abdullah'a bak. Yonis. Bravo. Cina dəyişilib. Gel al. Yaxşı düşmüşdü amma rəqibləri. Abdullah'ı qabaqladı. Rəvan qaydanı pozub. Və xatırladım ki, görüşdə artıq son dəqiqə oynanılır. Mənim saatımla artıq bir dəqiqə, hətta bir dəqiqədən də az bir vaxt qalıb görüşün bitməsinə. Yerə oyunda dayanma durma halları olmuşdu. Eferinə qədər, kompensasiya edəcəyinə qədər daha oynatdıracaq bu mübarizəni. Ulduzu qələbədən saniyələr ayırır. Refer də sağdan nəzər yetirdi.
Osman Молодец. sürət hesabına rəqimi keçməyi bacardı. Молодец. Qapı qarşısını ötürmək istəyib. Toxunuş var idi, korner. Abdullah kal orada, kal. Tamam gir. Yunus gir. Düzəlməlidir. Şuna bak. Birbaşa qapıya doğru zənimcə bu qol oydu. Bəli, korneri qola çevirdilər. Osman Hüseynov. Hakim. Korneri. Başla elədi. Osman Hüseynov fərqlənir. Dublunu rəsmiləşdirdi. Bana hakim utan yeri. Üçüncüsü. Orayı qapısından keçirir. Meçes gözləmirdi. Ondan sonra hakim Şey olan. Məhz bu əmlədi. Kornerdən qol gəldi. Qapısı uzaqlaşdırmaq istədiyi müdafiəçilər orada uzaqlaşdırmaq istədiyi alınmadı. Ulduz 3-1 hesabı ilə məhz profu məğlub edir. Bu gözəl oyunçuna komanda təşəkkür edir. Növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.